8 həftə şirniyyat yeməsək bədənimizdə nələr dəyişir? İlk növbədə əsas bəladan, şirniyyat asılılığından xilas olacaqsınız. Qaraciyərləriniz və mədə-altı vəziniz öz-özünə yenilənəcək. İkincisi, tez-tez acmayacaqsınız. Şəkərli diabetə meyillilikdən xilas olacaqsınız. Üçüncüsü, bədəninizdən həddindən artıq su və yağ atılacaq. Şirniyyatdan imtinanın bu təsiri ilə ilk həftədən özünü göstərəcək. Ödəmlə birlikdə 4 kilo çəki verəcəksiniz. Xüsusilə göbək ətrafı piylər əriyəcək. Dördüncüsü, dəriniz daha parlaq olacaq, qırışlarınız azalacaq. Beşincisi, damarlarda sərtlik azalacaq, susuzluq və iltihab aradan qalxacaq. Şirniyyatdan imtina sümüklərdəki sərtliyin azalması ilə nəticələnəcək. Ən əsası qanda laxtalanma və tromb azalacaq. Altıncısı, sinir hüceyrələri yenilənəcək və inkişaf edəcək. Yeddincisi, şirniyyatdan imtina etsəniz, qaraciyər və böyrəkləriniz öz funksiyasını daha yaxşı yerinə yetirəcək. Məsələ burasındadır ki, qarın ətrafı piylənibsə, deməli qaraciyər və böyrəyiniz də yağla örtülüb. Səkkizincisi və ən əsası, əhvalınız düzələcək.